Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Belə bir suala baxırıq. Sual taksonomiya ilə bağlı sualdır, maraqlı sualdır. Çoxunuzun bu sualda ümid edirəm ki, düzünüz olar, amma səhv yazma ehtimalımız çox yüksəkdir. Sual informatika ilə bağlı situasiya sualıdır. Baxaq. Və onu da qeyd edeyim ki, bu sual Təhsil İnstitutunun təqdim elədiyi sınaq imtahanından istifadə olunmuş test tapşırığıdır. Gəlin niyə görə bu sualda cavab nədir ona baxaq. Tapşırıq bu limit taksonomiyasının hansı mərhələsinin inkişafını təmin etməyə xidmət edir? Tapşırıq belədir. Aşağıdakı problemi proqramlaşdırmaqla həll edin. İki nöqtə arasındakı məsafəni hesablamaq üçün Pifaqor teoremindən istifadə edən bir proqram hazırlayın. Nöqtələrin koordinatları 0, 0, D və 8-dir. Proqram istifadəçisindən D ədədi üçün giriş qəbul etməli və məsafəni onluq kəsir, float şəklində çıxışda göstərməlidir. Texniki tələblər, yəni tələb olunan şeylər bunlardır ki, bunlar vasitəsilə onu edəcəksiniz. İstifadəçi float funksiyası ilə D koordinatını daxil etməlidir. Proqram məsafəni Pifaqor teoreminə əsasən hesablamalıdır. Nəticədə print vasitəsilə onluq kəsir kimi çap olunmalıdır. Məsələn, 10.77. Bax, bu gördüyümüz tapşırıq və tapşırığa verilən texniki tələblərdir. Biz belə bir şey demişdik. Əgər biz şagirdə istiqamət veririksə, bir növ məsəl üçün dəstək oluruqsa, düsturu hazır veririksə, təlimatı hazır veririksə ki, sən bu təlimat əsasında bunu yerinə yetir. Bunda anlama deyirdik. Amma təlimat olmadan hesablama istəyirdiksə, buna tətbiq deyirdik. Burada isə tapşırıq və eyni zamanda nə var? Fəaliyyət, yəni ki, tələblər var. Uşaq bu tələblər əsasında, bu verilən təlimat əsasında verilmiş bu tapşırığı yerinə yetirəcək. Və bu tələblər əvvəlcədən təqdim olunduğuna görə bir növ düstur əvvəlcədən verilmiş kimidir və bu yanaşmada nə olur? Anlamaq bacarığı olur. Cavab C variantı oldu. Əksəriyyətiniz gedib bunu yazırsınız, amma diqqətli olun. Verilən təlimatlar və ya verilən əvvəlcədən düsturlar varsa, o zaman bu olmalıdır anlamaq mərhələsi. Ümid edirəm ki, düz düşündünüz, düz yazdınız. Sağ olun, növbəti sualda görüşərik.